Yaxın Şərqdə gərginlik pik həddə çatıb. İsrail və ABŞ ordularının İrana qarşı geniş miqyaslı əməliyyatlar aparması və Sepahın boğazdan keçən hər kəsi batıracağıq hədəsi qlobal enerji bazarında ciddi narahatlıq yaradıb. Xüsusilə Hörmüz boğazı təhlükəsizlik risklərinin artması, neft və qaz təchizatının dayanıqlığını sual altına qoyur. Bu proses dünya bazarında neft qiymətlərinə təsirsiz ötüşmür və neft ixrac edən ölkələr, o cümlədən Azərbaycan üçün yeni risklər və ya imkanlar formalaşdıra bilər. Bu vəziyyətdə bir sıra suallar ortaya çıxır. Hörmüz boğazının bağlanması qiymətlərə necə təsir edəcək? Real blokada ehtimalı varmı və bu baş verərsə enerji bazarında vəziyyət necə olacaq? Azərbaycan üçün bu proses hansı risk və imkanlar yaradır? Suallarımızı enerji məsələləri üzrə ekspert İlham Şaban cavablandırıb. Avropada hərraçlar açılıb və bugün dünənkinə nisbətən neftin qiyməti $7 artıb. Artıq London birjasında Brent markalı neftin bir bareli $85 baha satılır. O cümlədən də Avropada qaz qiymətləri kifayət qədər yüksəlib. Demək, sabah Niderlandın TTF qaz qovşağında təhvil vermək şərti ilə satılan 1000 kubmetr qazın qiyməti $726 çatıb. Yəni müqayisə üçün deyim ki, fevralın 27-sində, yəni Amerika-İsrail qüvvələrinin İrana hücumundan öncə neftin bir barelinin qiyməti $72-dan bir qədər baha, qaz qiyməti isə $375 idi. Yəni qazın qiyməti biz görürük ki, iki dəfəyə yaxın artım edib. Neft qiymətlərində isə biz $13 artımı müşahidə edirik. Bu da başa düşüləndir. Çünki Hörmüz boğazından dünya bazarına bir gündə 15 milyon barel xam neft, 5 milyon barel neft məhsulu və 300 milyon kubmetr maye qaz, yəni tankerlərlə daşınan qaz ixrac olunur. Və bu, belə deyim də, dünya ümumiyyətlə neft qaz əgər götürsək, təchizatında 1/5 məhz Hörmüz boğazından keçməklə dünya bazarına çıxarılan enerji daşıyıcılarıdır. Əgər ki, bunun daşınmasında fiziki təhlükə, hələ mən siyasini bir kənara qoyuram, sırf fiziki təhlükə yaranırsa və daşıma zənciri pozulursa və dünyanın enerji stabilliyinə töhfə verən 1/5 hissə aradan götürülürsə, təbii ki, özünü qiymətlərdə göstərməlidir. Qiymətlər də niyə artır? Bax, bu həmən Körfəz ölkələrində artıq 3 gündən çox davam edən hərbi qarşıdurmanın, o risklərin qiymət formasında göstəricisidir. Bundan sonra vəziyyət necə olacaq? Artıma doğru gedəcək, səngiyəcək. Yenə də o asılıdır nə baş verməsindən. Yəni, biz görürük ki, artıq dünəndən İran istər Qətərdəki qaz emalı zavoduna zərbə endirib. Ondan əlavə Saudi Aramco'nun Səviyyədəki neft ayırma zavoduna zərbə endirib və həmən zavod öz fəaliyyətini istər Səviyyədə olsun, istərsə Qətərdə dayandırıb. Yəni, ikinci bir tərəfdən Birləşmiş Ərəb Əmirliklərinin düzdür, böyük deyil, ancaq kiçik bir platformasını sıradan çıxarılması baş verib. 2 tanker zərbə alıb, yəni dron atəşinə məruz qalıb. Yəni artıq havadan zərbələr təkcə istər mülki və ya hərbi obyektlər deyil, o cümlədən enerji obyektlərinə hədəfə götürülür. Enerji obyektlərinin hədəfə götürülməsi bu artıq münaqişənin, mən deyərdim ki, yeni müstəviyə keçididir. Həmişə bir qırmızı xətt vardır. Biz artıq o qırmızı xətti görmürük. Daha doğrusu o silinib. Necə istəyirlər, hara istəyirlər, vururlar. Və başqa bir tərəfdən də o Hörmüz boğazından artıq onu heç kəs bağlamayıb. Hərbi əməliyyatlar getdiyindən
və qırmızı xətt götürüldüyündən heç kəs risk edib artıq o boğazdan, onun uzunluğu isə 160 kilometrdir, eni təqribən 35-40 metrdir və oradan keçib özünün istər fiziki olaraq insanları, yəni personalı, həmçinin daşıdığı malı risk altına atmaq istəmir. Və bu baxımdan da heç sığortaçı şirkətlər artıq Hörmüz boğazına yönələn gəmilərin yüklərini sığortalamırlar. Nəticə göz qabağındadır. Ona görə böyük sayda gəmilərin Oman körfəzində lövbər salıb gözləməsini bir saat müşahidə edirik. Nə qədər davam edəcək? Təbii ki, bu tərəflərdən atdığı addımlardan asılı olacaq. Hələ ki biz hərbi hissənin, o münaqişənin hərbi fazasının səngiməsini görmürük. Səngiməsini görmürüksə, demək bu davam edəcək. Davam edəcəksə, demək qlobal bazarlara enerji daşıyıcılarının çıxarılması məhdud olacaq və bu məhdud olacaqsa, bazarda tələbat artırır. Bu isə qiymətlərə təsir edəcək.